Salam əziz dostlar və həmkarlar. Hazırladığım video dərsliklər silsiləsindən növbəti video dərsimiz Chapter 3 Lesson 2 Deploying Image olacaq. Bu dərsimizdə biz MDT 2010 barəsində danışacağıq. MDT 2010 Imaging Service və Deployment Service də Windows 7-nin avtomatik deploy edilməsi üçün nəzərdə tutulmuşdur. MDT həm avtomatik LCI, həm də yarım avtomatik LTI olaraq iki yerə bölünür. Avtomatik deploy zamanı bizə SCCM 2007 Operating System Deployment Virtual Pack və SLQ Server 2007 və ya 2005 lazım olacaq. Yarım avtomatik deploy zamanı klient kompüterlərin PXE protokolunun olması zamanı aparılır. PXE protokolu olan klient kompüterlər deploy zamanı bizə VDS də lazım olacaq. MDT 2010 adətən deployment servis ilə qurulur və hansı ki VDS də ola bilər. İstifadəsindən asılı olaraq MDT 2010 qabaq, MDT 2010-dan qabaq Windows AX yüklənməlidir. MDT 2010 iki arxitektik quruluşda olur, 64-lük və 86-lıq. Demək, MDT 2010-u biz Microsoft'un rəsmi saytından yükləyə bilərik. Bundan sonra biz ümumi proqramlar bölməsindən Microsoft Deployment Toolkit və Deployment Workbench bölməsini açırıq. Demək, əvvəlcə biz həmin MDT-də Distribution Share yaradacağıq. Bundan sonra isə əməliyyat sistemimizi oraya əlavə edəcək və əməliyyat sistemindən sonra demək, burada gördüyümüz kimi bizdə demək, əlbəttə ki MDT-ni həm Windows 7-yə, həm də Server 2008-ə yükləmək olar. Yəni dəstəkli 2007-ni. Amma ki belə deyək də, Windows Server 2008-i yükləyəndə bizdə burada deploy bölməsi də verəcək. Yəni ki, Information Center, Deployment Share, bundan əlavə bizdə burada deploy bölməsi verir ki, həm deploy bölməsində biz kompüterlərimizin deploy pointlərini, yəni deploy nöqtələrini təyin edəcəyik. Amma məndə 2007-də olduğuna görə burada deploy bölməsi verilməyib. Əvvəlcə nə edirik? Əvvəlcə Deployment Share, New Deployment Share yaradacağıq. Bu demək, Deployment Share yaratmamızı, yəni obrazlarımızı, driverlərimizi, updatelərimizi hamısını oraya əlavə edəcək və ümumi bir qovluqda saxlayır. Yəni qovluğu burada göstərir. Olacaq C diski, Deployment Share, sonra Next, burada adı verir. Yəni saxlayırıq, dəymirik. Ondan sonra öz share'ımızı kompüterimize sunuq edirik. Gördüyünüz kimi Deployment Share yarandı. Burada Deployment Share'imizi açanda içərisində Applications, Operating System, Out of Box Driver, Patch, Task Sequence, Advanced Configuration və Monitoring var. Bundan sonra indi biz öz əməliyyat sistemimizi həmin Deployment Share əlavə edəcəyik. Bunun üçün sağ düyməni vurduqdan sonra Operating System üzərinə Import Operating System uzaq. Burada biz full set də seçə bilərik. Ancaq mən custom image file seçəcəm. Yəni ki, bir dənə image oraya əlavə edəcəm. Install məsəl üçün Win x86 seçirəm. Next adı qeyd olunur və həmin əməliyyat sistemi Deployment Share yüklənir.
Gördüğünüz ki əməliyyat sistemi artıq deployment shell papkasına yükləndi. Budur. Bizim Win 7'mizi göstərir burada. Bundan sonra biz abunəyə verməliyik. Abunəyə verdikdən sonra yəni ki, əməliyyat sistemimiz otursun deployment shell papkamıza. İndi məsəl üçün biz istəsək application-da əlavə edə bilərik kompüterimizə. Məsəl üçün seçirik, adını qoyuruq. Sizə yəni təmiz polunu da yaza bilərik adına. Məsəl üçün əlavə elədik bura application'ımızı. Həmçinin biz buradan application belə də əlavə edə bilərik. Məsəl üçün IMP əlavə edəcəm. Məsəl üçün 3. Next seçirik. OK vururuq. Buradan öz proqramımızı oturturuq və gördüyünüz kimi sizə düşdü. Bundan sonra biz istəsək driverlərimizi də əlavə edə bilərik. Seçirik yenə driverlərimizi. Məsəl üçün mən öz printerimin driverlərini buraya əlavə edirəm. Yəni bunlar hamısı bizim obrazımızla bir yerdə. Gələcək klient kompüterlərimiz deploy olması zaman hamısı həmin obrazın içərisində olacaq. Biz bunu həmçinin disimdə əmr sətir vasitəsilə özümüz etmişik. Yəni ora obrazlarımızı, pərçələrimizi, proqramlarımızı əlavə etmişik. Ancaq MT 2010 bu aydan çox rahatdır. Yəni həm də ki fərqi ondan ibarətdir ki, MT 2010-da istədiyimiz proqramı, driveri, yəni ki bildiyimiz kimi disimdə ancaq inf genişlənməsi olan driver əlavə edə bilərik. Ancaq burada görürsünüz bütün driverlər əlavə olunur. Hətta Java-la olan driverlərimiz əlavə olunur. Bundan başqa biz həm də pəzlərimizi distributed shared papkasına əlavə edə bilərik. Bir də mən sizinlə Taxsequence barədə danışmaq istəyirəm. Taxsequence bildiyimiz kimi tapşırıqlar ardıcıllığıdır ki, hansı ki deploy zamanı əməliyyat sistemimizin kompüter avtomatik və ya hər hansı şərtlər altında yüklənməsini təmin edir. Demək, əvvəlcə Taxsequence və mouse'un sağ düyməsini basıb New Taxsequence bölməsini seçirik və ondan sonra ad veririk. Tapşırıqlar ardıcılığı. Bundan sonra next. Gördüyünüz şablondan hər hansı bir variant seçirik. Mən standart klient Taxsequence seçirəm. Bundan sonra əməliyyat sistemini seçirik. Lazım gəldikdə isə burada biz istəsək imajimizin açarını da əlavə edə bilərik. Həmçinin kompüterin adını və şirkətimizin adını, həmçinin də web səhifəsini məsəl üçün əlavə edə bilərik. Həm də administratorun parolunu, şifrəsini buraya əlavə edirik və Taxsequence'un əlavə olmasını gözləyirik. Gördüyünüz kimi əlavə olundu.
Bundan başqa biz həmçinin keçən dərslərimizdə VHD fayl haqqında danışanda olan əhəmiyyəti barəsində danışdıq və qeyd etdik ki, əgər yeni kompüteri, yeni əməliyyat sistemini kompüter yükləmizdən əvvəl daha yaxşı olar ki, onun belə deyək, virtual maşınlar yükləyib və öz userlərimizə əvvəlcə virtual maşınlar üzərində işləməyini göstərir ki, onlar öz kompüterlərində birbaşa olaraq işi keçərkən əziyyət çəkməsinlər. Əgər istəyiriksə ki, kompüterlərimizi həm də VHD fayllarımız yəni ki, deploy olunsun. Bunun üçün biz hər hansı bir task sequence yaradandan sonra task sequence üzərinə qoyaraq buradan properties bölməsi seçirik. Bundan sonra task sequence seçirik. Per install var burada, o bölümü açırıq. Bundan sonra new computer only, onu seçirik. Format and partition disk var. Onun üzərinə qoyuruq. Gördüyünüz kimi. Və bundan sonra add komandasının general və set tax variable seçdikdən sonra burada biz neyləri qeyd edəcəyik? Birinci növbədə adını yazırıq name bölməsinə. Boot VHD sizə buraya qeyd edirik və aşağıda C diski boot VHD location daxil edirik. Bundan sonra yenə add bölməsinə general və run command line seçirik. Burada isə biz command line yerindən bölməsindən VHD server yazacağıq, demək ad bölməsinə boot VHD sizə burada həmçinin boot VHD sizə və neçə gigabayt istəyirik? Məsələn, mən 20 gigabayt qoyuram. Bundan sonra yenə də add general və set task sequence variable seçdikdən sonra ad bölməsinə setup VHD burası ise encrypt script daha doğrusu .exe
STR, yəni avtomatik aparılması, disk part VHD nöqtə və SF daxil edirik və buradan apply verdikdən sonra gördüyünüz kimi OK veririk və bizim demək VHD preinstall gördüyünüz kimi lazım olan konfigurasiyaya yükləndi. Demək dərsimiz əsasən deploy haqqında bu qədər. Bu lessonumuzda həmçinin də VDS haqqında və onun obrazların yaradılması haqqında danışılır. Yəni də mən də keçən dərsimi vurguladığım kimi Windows Server 2008-də biz VDS-i yükləyəcəyik və ondan sonra VDS-in köməyi ilə VDS imecinin yaradılmasını mən sizə baş salacağım. Burada həmçinin dərsimizdə bizdə BCD boot haqqında danışılıb ki, onun köməyi ilə biz Windows'un diskindən Windows yəni ki P istifadə edərək boot film faylını biz yükləmə bölməsi ki var hər bir kompüterdə həmin bölməyə yükləyə bilərik və ondan əlavə VDS util haqqında danışıb. Bunun köməyi ilə biz klient kompüterlərin yüklən yer dəyişməsini apara bilərik. Həmçinin VDS-ə boot film fayllarını əlavə edə bilərik. Məsəl üçün add device əmri ilə biz əlbəttə ki VDS util add device kompüterimizi seçirik və hər əlavə edəcəyimizi göstəririk. Həmçinin VDS util add image vasitəsilə biz boot film faylımızı hansı ki VDS-in yüklənməsi üçün lazımdır, onları əlavə edə bilərik. Həmçinin də dərsimizin gedişatında bizdə SCCM 2007 haqqında danışılır. Demək, həmin SCCM Microsoft'un platformalarının və konfigurasiyaları vermək üçün yaradılmışdı və Windows Server 2003 və 2008-də də işləyir. Tərtib olunmuş informasiya, yəni ki, informasiya tərtib etmək üçün istifadə olunur həmin utildən. Onun yığdığı informasiya databaza SQL serverdə yerləşir ki, biz MT2010 vasitəsilə həmin informasiyanı da idarə edə bilərik. Dərsimiz bu qədər. Diqqətinizə görə minnətdaram. Nədənsə YouTube'da Pasmotonun sayı çoxdur, amma ki like edən yoxdur. Ümidvaram ki yenə də videolarıma kommentari verməyi və like etməyi unutmayın. Çox sağ olun. Gələn dərslərdə görüşənədək.